Audiovizual Şuradan xahiş edirəm, hörmətli İsmət müəllim. Biz sizin qoyduğunuz qayda qanunlara hər birisi əməl eləmək borcumuzdur. Çünki biz sizdən aslıyıq. Baxmayaraq ki, özəl televiziya. Nə olar ki, bu günləri İngilis dilində falan sözü demək olmaz, nə bilim, falan şeyi demək olmazsa qərar çıxardırsınız. Rəqsanənin evladına Rusiyada böyüyüb. Çaşdım ona Rus dilində, uşaq Rus dilində bilir. Söz dedim, bizə xəbər göndərdiniz ki, xəbərdarlıq. Nə olar ki, ailə məsələlərini, məsələlərini, 10 dənə evim var deyən adamları da bir dənə televiziyalara knopkanı basıb söz ki, bugündən bu qadağadır. Və burada mən vergilərə demək istəyirəm. Hörmətli Vergilər Nazirliyimiz, pensiyaçılardan vergi kəsirsiniz. Dalandarlar, zibil daşıyanlardan vergi alırsınız. Avtobus şoförlərindən, taksidən alırsınız. Hansı müğənni çıxıb demir, efirdə 10 dənə evim var, 5 dənə evim var. Qardaş, səhər çağır onu, gəldin bura görüm, sənin devriyon nə qədədir ildə? Bax, gör, nə qədər vermişsən vergi? Deyəcək, 1000 manat vergi vermişsən 3 aya, və sən birilənəcə ev aldın. Kimsə hədiyyə elədi bu evi. Bir dənə məmur işdən çıxan kimi buradan götürürsünüz kağızı, qoyursunuz bura, səhər saytlar yazır, falan yerdə evi var, falan yerdə obyekti var. Bu müğənnilər yalan danışır əksəriyyəti. Siz onların yalanını ifşa eləyin. Gördü bunlar... 3 mahnı oxumaqla məşhurlaşıb... Qardaş, qurban olun. Müğənni çıxır efirdə deyir ki, mən bir aya 100 min pul qazandım. Düzdür.